Qırmızı Zona serialının çəkilişləri davam eləyir. İki seriyadan ibarət olacaq. Kriminal elmi fantastika janrındadır. Hələ ki çəkilişlərimiz bu ərazidədir. İstəyirsiniz gəlin göstərim. Gördüyünüz kimi demək olar ki bu binaların çoxu tərk edilib artıq. 5-10 ailə yaşayır burada. Bu məkan bizim üçün çox vacib idi. Buranı tapmaq ümumiyyətlə. Və o necə deyərlər görürsünüz ki şəraitsizlik hökm sürür, amma bizə lazımdır. Bunlar hamısı bizim əslində təşkil elədiyimiz rekvizitlərdir. Yəni səhnələri qurmuşuq. Çəkilişimiz 4-cü mərtəbədə baş verir. Çünki oradakı evlər, otaqlar bizə çox uyğun idi. Düzdür, müəyyən çətinlikləri var. Məsəl üçün bayırdan işıq qura bilmirik və s. 4-cü mərtəbədir deyə. Amma onun da həllərin tapır uşaqlar, işləyirlər. Görürsünüz, hər yerə yazılar yazıblar. Amma kino üçün doğrudan da belə məkanlar gərəkli olur çox vaxt. Təbii ki, senariya, motivə, mövzuya uyğun və bizdə də mövzu buna imkan verir ki, bu məkanda çəkiliş eləyək. Serial elə bir sahədir ki, orada belə bir böyük imkanlar və vaxt yoxdur ki, kimisə sıfırdan gətirib burada ona nəsə öyrədəsən. Belə bir təcrübəni biraz vətəndaşda etmişəm, o da çox vaxt aparan bir prosesdir. Ona görə daha çox peşəkarlardan faydalanıram. Peşəkar olsun əsas. Qalan şeylər obraz nə deyirsə, obraz nəyi istəyirsə, ona uyğun da mən aktyorları təsdiqləyirəm. Hamımız görürük ki, indiki vəziyyət daha yaxşıdır. Çünki belə keyfiyyətli seriallar çəkilmirdi. Amma indi şükür ki, çəkilir, biz də çəkirik. Daha yaxşıdır. Bir ərazidə, bir yaşayış olan bir ərazidə naməlum bir maddə sızıntısı baş verib və o ərazi karantina alınıb, insanlar qalıblar orada. Onların başına gələn hadisələrdən bəhs edir. Mən rejissoram və hər mövzu ilə maraqlanıram. Düşünürəm ki, senari maraqlı olarsa, mən o materialı özümə adaptasiya eləyə bilirəm. Siz daha çox bilən vətəndaş anı vurğuluyursunuz. O bəli sosial dram idi. Bu amma kriminal elmi fantastika. Amma bu janra da özümü yaxın görürəm. Çünki bu barədə biz yaradıcı dostlarla da çox vaxt danışırdıq. Belə bir mövzuya müraciət, belə bir janra müraciət etməyi və qismətdən bu alındı. İndi mən çəkirəm bunu.